Okay, let's get started. We have two types of questions here, gut feeling and true false given. What do you think? With which type of question should we start? Exact Gut gut feeling. feeling. Gut feeling for you. So we need to find some exact keywords. For example, this one, yes. So let's look for them in the given passage, if it is possible. I think this is this, yeah. And Dinia is here. Bats. Find bats, please, and tell bats. Then the rice, nuts, fruit. High over rice fields. Where is it? Bats here again. Under bats. Under first bats. First bats here. I Yeah. cannot see. I don't know why. Ha, rice. Yeah, I saw it. Okay, nuts falan hanı bats. Rice burada da var görürsünüz. Kofe var burada. Yəqin kofe bizdən istədiydi. Sugar cane. Fruit bats. Fruits. Disease ve black flies'e tapaq. Görsəz deyin mənə. Disease ve black flies. Başka. Food rich in something. Ve local. Being significant culture of people. This can be like local var idi. Adı local attitudes. Bu ola bilər. Rus ifadəsi var idi. Bu da düzdür. Daha sonrasında burada da local'ı tapaq. Similar. Local tapmadım. Very control in local something. Rus which effects on numbers. Buna baxarıq. Yəqin deforestation olacaq. Farmer should provide special farmer'ı götürək buradan da keyword kimi. Müəllim, mətn neçədir? 17 test 4 deyəsin. Passage 1'dir. Okay. Farmers hardadır? Richard say orada farmers. Ondan yukarıda. Yukarıda? Aha. Farmers. Yeah. Okay. Bat houses, bat population hardasa. Şimdi yeni tapdıq. Gəlin başlayaq. Deməli, DNA analizi olub, bətlərin nə bilim nəyinin. Okay. DNA nəyi analiz edib? Tapın, analyze. Analysis Cavab? showed olan yerdir. Dropping. Droppings. Nədir burada? Droppings collected from bats. Droppinglər toplanan bətlərdən, yəni bət droppingləri eyni məna verir, düzdür? Okay. Keçdi buna. Rice'dır. Baxın, indi bir neçə şeyi sadalayım. Biz dedik ki, bayaq birindən danışmayıb. Hansından danışmayıb dedik? Bayaq dedim ki, sizə burada birindən danışmayıb. Crops. Yox, crop zaten şeyin növdə işte ümumiyyətlə bitkilər deməkdir. Bizə o cropların adları lazımdır. Kofe var burada, düzdürmü? Deməli. Baxın. Kofe, sugar cane, nut, Bunu tam necə başa düşürsünüz ki, orada nut və fruit. Vergüllə olmağından başa düşürəm. Vergüldən sonra bu sugar cane'i verib, nut'ı verib, burada da fruit'u verib. Deməli bizə ki şeylər düşündə, yəni hansısa boş qalıb onu tapmalıyam, okay? Bir dənə bu komponent çatmıyor. Bizə nə lazımdır? Bir qida növü lazımdır. Okay, buradan da coffee görürüm. Başa düşdün? Okay, yes. Dizizlərin qarşısını alır, eating nə bilim nə. Nələri yeyərək, nələrisə yeyərək dizizlərin qarşısını alır. Görək nə yeyir? Məncə bunu ağcaqanadları yeyirlər. Mosquitoları yeyir. Həm də Viruslardan qorunmaq üçün deyir bəli, yəqin. həm də as well as nəyin sinonimidir? Endin sinonimidir. Yeah. Aha. Virus da yazıb ora, virus da qorunmaq. Bəli, bu olacaq. Aydındır mı? Bunu yazırlar bəzən tələbələr, amma bu virus və filan şeydir də. Görürsünüz, yəni nəsə virus oxşar bir şeydir bu. Bizə lazımdır. Virusu yeyə bilməz ki, məntiq olaraq, düzdür?
Nə yeyir? Ağcaqanadı yeyir, yəni malyariyanın daşıyıcısı. Malyariyanın daşıyıcısını yeyəndə də malyariyanın yayılması qabağını alırdı. O da bir xəstəlikdir. İndi keçdik buna. Complicated bu ola bilər ki, yəqin ki, mixed-in sinonimidir, düzdürmü? Food reaching. Daha cavab çox. Local people. Aha. Nə ilə zəngin qida uşaqlar? Tapın. Nə ilə zəngin qida? Çox sadədir. Belə bu cavab. Proteinlə. Düzdürmü? Deyir ki, çünki protein qaynağıdır, yəni proteinlə zəngindir. Rus become nə bilim nə. Rus tapmışdıq, hə? Yoxsa yox? Buradaydı. Rus building. Amma burada da Rus var, building. burada da var. Hə. Onun arxasında da var. Rus Yes. building. Become nə bilim nə. Ruslar necəsə olur? Buildings və building. Aha, buildings. Okay, necə olur? Tapın. Buildinglər necə olur? Unclean. Yəni natəmiz olur. Verilən tərəfdən altda olurdu, onu da həmişə belə. Həmişə yox, amma cümlənin mənasına görə baxıram və bina necə ola Məntiqə bilər? görə. Bina necə ola bilər? Binanı çirkləndirirsə, Evet, bina tamam. çirkli ola bilər, okay? Okay. Önəmli rol oynayır local nə bilim nəydən? Culture maybe? Local culture, yeah? Because significant nəyin sinonimidir? Important'ın Important. sinonimidir. Culture-da orada boş ver. Həm də uyğun People-da gəlir də. lokal. Lokalla people-ı. Eynən. Belə Belə düşünün də, yəni məna olaraq predict edə bilirik. Keçdik bura. Farmerlər special nə bilim nələr provide to support the back population. Okay. Houses, I guess. Bətlərə ki, houselar. Nə ilə əvəz elədi? Install nə deməkdir? Kim deyər? Yükləmək. Quraşdırmaq. Yəni nə ilə Yoxdur. əvəz eləyiblər? Provide ilə Provide. əvəz eləyiblər. Special-ı bəs nə növü? İndi baxın da yarasa evi, yəni yarasaya xüsusi evdə eyni mənanı Hə, verir. special. Okay. Okay, okay. Support deyəndə də ki, beneficialdır da, yəni faydalılıdırsa, bir də promote edir onu. Okay. Okay. Cavabı tapdıq burada. Bunu bitir. Keçdik buna. Madagaskarı keyword-unu götürək. Başlarda Üzr istəyirəm. olacaq. Cavabı Buyur. tapandan sonra qəfil linkdə onu da təsdiqləmək üçün o biri keywordlərə baxırıq, görək uyuşur. Bəli, Məntiqli. düzdür. Məsələn, bu axırlarda isə bu başlanğıclarda olacaq şey. Dedim hamısı keywordləri tapaq. Insectivores, belə bir şey var. Həşərat yeyən. Gedək onu tapaq. Insectivores var. Söz tapaq. Sonuncuda nə ikinci sətir. Burada Ayla. ikinci, Yox, axırda mənim ikinci sətir. axırdan ikinci. Birinci Hə? par. Düzdür. Burada Richard Rocha. Burada habitat modification. Amma bunu tapmaq çətin olacaq. Mən sizə önərim gedin bunu tapaq birinci. Bu daha rahatdır da, düzdürmü? Burada indi habitat modification bunların arasında olacaq. Habitat modification şeyin qabaq üstündədir. Nə əlaqəsiz? Burada Bibworms, caterpillars. Tapdıq mı? Elə buradayıq. Gəlin bundan başlayaq. Deyir ki, bətlər mefidon. Fidon yəni bəslənirlər bu caterpillarlarla və filan şeylərlə. Okay, bu cümlə oxuyun mənə deyin. True, false, not given. True. Sinonimlərinə baxaq. Praying. Prey, fidon. True. Sonra deyək ki, rice paste, sonra açır ki, pestlərlə. Bu arada bunun sözləri lesson vardakı vocabulary'də var idi, xatırlayırsınızsa. Bəli. True. Keçdik buna. Oxuyaq. Nə var burada? Diqqət etdirməli olduğumuz çox önəmli məqam. 5-dən. Müqayisənin olması. Çox olmalıdır burada. Müqayisə More than. dərəcəsi. Not Indigenous mənası nə idi? Yerli, Bilən var, yerli. 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 Əla. The most more bad is more common than other. Deyir ki, bu digərlərindən daha common. Geniş yayılmışdır. Elə bir şey Bəs, yoxdur. yoxdur da hansından geniş yayılıb, düzdürmü? Yəni Given da verməyiblər. not given. Hətta nisbət nəzərət və indici nisbət ilməsindən become disrupted. Habitat modification nəticələnib indici nisbətlərin olması ilə, fermerlərə useful olması ilə. Modification burada tapmışdıq.
İndi bu cümləni oxuyun, başa düşün və mənə deyin ki, cavab true'dur mu, false-dur mu? Not given'dır mı? Nə düşünürsən? True'dur. True'dur. Çünki niyə? Multiplication Niyə? True'dur become çünki advantage becoming useful. Bir dənə sual verim də sizə. Nədir ki, farmerlərə avantajları? həşəratları ovlayırlar və onları Həşəratları ovlayırlar. Bəli, bu da qoyurlar. o həşəratlar normalda düyü tarlalarını məhv eləyir, amma bunlar həşəratı Aha. ovlayır deyə işte fermerlərə fayda aldılar. Can studies best in different parts of the world. Nə deməkdir? Studilər edib bətlər haqqında və ən önəmli məqam dünyanın müxtəlif hissələrində. Baxın, ola bilər ki, study edib, amma dünyanın müxtəlif hissələrində elədiyi haqqında bir məlumat verməyibsə, cavabınız nə olacaq? Not given Not given. olacaq. Oxuyun və mənə deyin cavabınız true false not given. Study var burada, görürsünüz. Not given'dır. Not Not given. Niyə given'dır. not given-dır? Study edib amma yer verməyib. harda Yer eləyib. verməyib, bəli, düzdür. Loss of habitat had bad effect. Okay. Habitatların itməsi onlara pis təsir edib. Bunlara pis təsir edib. Çox sadədir. Biz sən oxuyun və mənə deyin. Not all suffering. Biodiversity loss açar söz ola bilər də. Bəlkə true'dur. Nerede cevap? Link atmamışam. True. False'dur. False'dur məncə. False'dur. Deyir ki, False'dur, çünki düzdür. əksini Biodiversity, deyir ümumi islandda biodiversity loss olur, amma bütün növlər bundan əziyyət çəkmir. Hətta Aha, yes. insectivore batlar, thrive nə deməkdir? Oğurlamaq. Çiçəkləndirmək. Çiçəklənmək, inkişaf eləmək, düzdürmü? Deyir inkişaf edir. Əgər inkişaf edirsə bunların üzərində pis təsiri var, yoxsa əksinə negativ, pozitiv təsiri var. Ona görə də cavabınız false-dur. Siz baxdınız buna, amma bu insectivorelar üzərində təsir edir. Insectivorelar thrive edirlər əksinə. Cavab false olacaq ona görə. Okay? Forestlər deyir destroy olur da insektlərə görə. İnsektlərə görəmi? Baxın görək. Much of this destruction. Destruction nəyə görədir uşaqlar? Country's main stable crop. Nəyə görə forestləri kəsirlər? Agriculture-da görə. Bəli. Təsərrüfat Kənd ərazilərinə görə. təsərrüfatına görə. Yəni buna insektlər eləmir də buna. Cavabımız False'dur. başa düşdün? Okay. Bu var. Gətirilməklə başlayaq. Həmişə kimi düzdürmü? Gedək. 300. 300 il. Bunu götürək. Bunu götürək. 1953. Investigation. Görsəz deyib. Elə 1752-ni tapmaq asan olacaq. Xronologiya ilə getsək. 1752-ni tapdıq həm. Julinanı da tapaq. Elə Julina var idi aşağıda, amma əvvəldə verməyib. Ha, burada. Gördünüz? 300 il. Tapdıqda mısın, hə? Okay. Bu da burada. Başlayaq. A range of individuals. İnsanlarla bağlı. People da düzdürmü? İnsanların həyatları. Their descendants. Bir dəqiqə Yəni, gözlə. oxudum. Bir dəqiqə. Database of the material possessions. Məncə possessions olacaq düzgün cavabımız. Possession nədir bilirsiniz? Həvin sinonimi. Mal mülk. Having sinonimi deyil də tam. Mülk, sahib olduğumuz şeylər bizim possessionlarımızdır. Amma bir şey var. 300 il axı bu bir cümlədə amma. Burada niyə deyil? Məsələn, mən descendants. Həm də həyat söhbətini. Hə, düzdür. People deyir. People'ın yerinə nə verdim? A range of individuals deyir. And-dəki nəyin sinonimidir? As well as As well as. deyir. And Deyir those də ki, bəli, bütün keywordlər burada düşək. Deyir. Bu 300 il söhbət də buradaydı. Düzdür. Keçdik buna. Bu bura. Düzdürmü? Reading. Oxunmaq, reading. Cavab asandı. Cavab. Sermon. Sermon. Diqqət yetirmək nə deməkdir uşaqlar? Qulaq asmaqda, düzdürmü?
Burada bir dənə söz soruşa bilərəm. Normalda artikellara fikir veririk. Burada məsələn Dedi eynən, də. orada şeydir. İkisindən sonra da tek isim gələ bilər axı ona görə. Ha, onu Okay. bildim. Meet düzəlkidən sonra given as something. A punishment. Equivalent. Adam adam nə ödəməli idi? Cəzadan. Fine. Cərimə ödəməli idi. Fine cərimə olaraq gedir ha orada. Bəli. Okay. Okay. Case like how would prevent. Prevent nədir? Qorumaq. Qarşısını almaq. Overcome. Prevented people. Regulate ola bilərmi? Bu da ola bilər, bu da ola bilər. Guilt da Define. var. Deyir ki, prevent and stop skilled people from working. Industrial innovation'dır da bu şey. Innovation adı məncə. Industrial yoxsa innovation'dır. Could deyir nə? Prevent people from using their skills. Using their skills nə deməkdir? Working da yəni. Düzdürmü? Skilled people to work. Prevent. Held back nə deməkdir? Arxada tutmaq da yəni. Geri çəkmək. Nəyə geri çəkib? Neçə söz yaza bilərik? One word. Məncə innovation'dır onda. Prevent Industrial- innovation uyğun gəlmir axı. Labor. Burada baxaq. Access to labor markets. Okay. Prominence ola bilər mənim. Yəqin ki, elə innovation olacaq. Niyə? Çünki Çünki skill da görünmür. Industrial. bəli. From working deyir. From working zaten industrial innovation deməkdir də. Ona görə innovation. Bu sonda. Keçdik buna. Section B. Gəldim section B. Tərcümə edirəm. Təhsil bizə nəyə kömək edir? Daha produktiv işləməyə kömək edir. Daha yaxşı texnologiya invent etməyə kömək edir və daha çox müddəsənməyə kömək edə bilər. Surely it must be critical for economic growth. O critical olmalıdır economic growth üçün. Amma sən əgər tərifə baxsan, sübut yoxdur ki, literacy level rate nə deməkdir? Savadlıq dərəcəsi. Dərəcəsi. Sübut yoxdur ki, yüksək savadlılıq dərəcəsi ölkəni daha da tez sənayeləşdirir. 1600-1900 arasında İngiltərənin orta bir literacy level var idi, like European standartlarına görə, amma onun ekonomiyası nə edir də, sürətli irəliləyirdi və ilk ölkə idi ki, sənayeləşmişdi. Bu periyod ərzində Almaniya və sənin dediyim yanı mükəmməl literacy rateləri var idi, amma ekonomiyaları zəif gedirdi. Bu da həm modern ölkələr arası analizlərdə çətin, yəni demək olar ki, evidence tapa bilmirlər ki, təhsil ekonomik inkişafa gətirib çıxarır. Hətta çoxlu evidence var ki, plenty of evidence that grows increase education. Yəni education artanda industrial growth olmur da, industrial growth olur da education artır deyə deyirlər. Okay, gəldik buna. Has been earnings. Məncə bu düzgündür, düzdürmü? Deyir, çox az research var. Burada da nə deyirdi bizə? Yəni çətinliklə research tapırlar. High literacy rate. Bir də ki, improved earning. Bu da pulla bağlı economic growth slowly də, yəni əlaqələri yox idi. Bu düz olacaq. Literacy rate Germany-də deyir ki, bu illər arasında çox yaxşı idi. Had excellent. Germany-də excellent idisə, onda were very good da, yəni eyni məna vermiş olur. Sorry guys, adı nə deyir? Very little research has been done. Nə deməkdir? Az tədqiqat aparılıb. Amma sualda az tədqiqat aparılıb demirdi. Aparılan tədqiqatlar əksini göstərir deyirdi. Başa sala bildim nə demək istəyirəm? Çox tədqiqat aparılıb, amma tədqiqat əksini göstərir. Keçdi burası. See, true, false, not given mənə deyib. See, sizcə true, false, yoxsa not given? False. False-dur. Deyir ki, high literacy ilə economic growth əlaqəlidir. Əksinə dedi də, literacy ilə əlaqəsi yoxdur. Senin üçün doğru. Deyir ki, İngiltərə yaxşı bir nümunədir ki, high literacy ölkəyə necə kömək elədi industriləşməyə. Əksinə, İngiltərənin literacy orta idi, amma yenə də şey oldu. High literacy yox idi da, yəni false-dur. Economic growth can help to improve literacy rates. Axırda oxudum onu. Deyir ki, growth increases Education. Yəni literacy. Bəli, bu oldu B və E variantları. Başa düşdünüz? Səbəblər. Keçdik buna. Section F deyir. Bir dənədir, ikisindən də baxaq.
Olivier, bu adam kimsə hop eləyir ki, tapsın cavab tapmağa başlasın suallara few yerlərdə. Bir şey aydındır, o deyir ki, relationship, education və economic growth haqqında sadədən çox uzaqdır. Almanca danışan Orta Asiya yaxşı bir laboratoriyada test eləmək üçün teorilərin economic growth'un 1600-1900-lər arasında literacy rate'lər və kitab sahibliyi yüksək idi, amma hələ də region necə idi? Kasıb idi. It was also the case that local guides and merchants were extremely powerful. Həmçinin deyir, local qadlar və tacir assosiasiyaları çox güclü idi və monopoli eləmişdilər. In villages throughout the region, girls blocked labor. Villagelərdə guildlər blok elədilər labor migration, yəni əmək miqrasiyasını və resist change that might reduce and resist normalda dözmək. Dözdülər dəyişikliklərə that might reduce their influence. Yəni bu mənada belə bir şey olacaq. Dəyişikliklərin qarşısını aldılar, hansı ki onun influensunu azaldacaqdı və s. İlkin tapıntılar təklif edir ki, potensial benefitləri təhsilin ekonomiya üçün geri düşə bilər digər bariyeralara görə və bunun bugün nəticələri var. Yüksək miqdarlar xərcləri təhsili inkişaf eləmək üçün inkişaf edən ölkələrdə. Amma bu spending economic growth'un qarşısını ala bilər. Əgər restrictionlar insanları bloklasalar, xüsusən də qadınları və kasıbları. From using their education economically productive ways. Yəni onları educationlarını economically productive way eləməkdən qarşısını alsalar, onda deyir nəticə almayacaqlar. Əgər economic institutionlar fiskal olsalar, məsələn, education artıq inkişafa gətirib çıxarmayacaq. Qısaca nədən danışdı bizə? Bizə danışdı ki, bunlar yaxşı nümunədir. Burada gərək qadınlara falan da geri tutulmasınlar. Bir də dedi ki, educational institutionlar da eyni zamanda yaxşı olmalıdırlar. This is young people to learn a skill. Guys, young people, old people, belə bir şey yox idi. Getdim. Həm də Central Europe deyir. Biz niyə bu paragrafı oxuduq? Biz təkcə bu paragrafı oxumalıydıq. Central Europe-dan danışırdım. Burada yerli cavan insanlardan danışmamışdı. Getdim. Keçdim ikinciyə. They were opposed to moving to an area for work. Aha, moving to an area nəyin sinonimidir? İşə görə bir əraziyə köçmək. Bayaq oxuduq bunun sinonimini. Kimə kömək edir? Labor migration. Aha, düzdür. They were opposed to, yəni qarşı idilər. Qarşı idilər nə ilə əvəz ediblər? Blocked. Bloklamışlar. Bəli, bu düzgün cavabdır. They can better recordings than other girls. Better records olacaq necə? They oppose practice and fascinating their control over the trade. Kontrol monopoliyanın sinonimidir, düzdürmü? Haradaydı monopoliya? Threaten nəyin sinonimidir? Deyim mənə tez. Undermine. Təhdid eləmək, yəni Təhdid Undermine. Aha. Oppose nəyin sinonimidir burada? rəqib ya da ki, qarşı tərəf. Cümlədə. Against. Qarşı durma. Against, yes. Aha. So, B və D. Başa düşdüyümü buna aid hər şeyi? Nəsə sualınız var mı? Axı orada deyir, merchantlar extremely powerful idi. Nəyə görə yeni götürmürük? Hardaydı. Powerful olmaq o demək deyil ki, daha çox hissəsi oydu. Düşün, bizim aramızda 100 nəfəri birimiz merchantdır. Amma 2 nəfər merchant, amma onlar powerfuldular. Başa sala bildim nə demək istəyirəm. Powerful olmaq və çox olmaq eyni məna verməklə. Başa sala bildim nə demək istəyirəm. Bəli, çox sağ ol. Sən də sağ ol. Keçdik bura. Income, nəsə gəlir, research, example-lar, databaza, sourcelar haqqında. Refusal nə deməkdir? Ləğv, rədd etmək. Etiraz, eynən. İncicələr nəsə sifarişə əmrə itaət eləməyə qarşı durması. Obey nə deməkdir ki? İtaət eləmək. Education və economic growth arasında. Bunu oxuduq haraydı? Economic growth-dan education, literacy rate-dan oxuduq. Bizim bu ayaqdakı suallardan ən birinci olan F idi. olmalıydı Bir dənə desin. gözləyirmişəm. Plan var idi. Evet. England plan var idi. Ay, nömrə tutmamışam. Just give me a minute. I'm coming back. Okay. Okay. Continue. Nerede oxumuşduq onu? Dediniz ki buradaydı, düzdürmü? Yoxsa burada deyildi. Hə, buraydı deyəsən, hə? Economic growth. Buraydı da, hə? Səhv eləmirəmsə. Literacy level buradaydı, yoxsa yox? Bu England olan tərəfdəydi. Məncə burada Dedim, deyildi. burada dəstə. Education and economic growth.
Education and O bayaqlar economic growth. oxuduğumuz England tərəf Yəni bu deyildi daha də. uyğun gəldi. Okay. Bir də burada bir region deyir. Region nə idi? Dedi ki, Almanca danışan Orta Avropa. Düzdür? Region verdi bizə. Bir də deyir ki, xüsusən uyğun olan, bunu necə parafraz ediblər? Deyir, əla bir şeydir də. Yəni əladırsa xüsusən uyğundur. Research bəs. Research də ki, işte teoriləri test eləmək də. Eynən. Items include as a personal possession. Personal possessions bayaq gördük ya hardasa yadınızdadır. Mən hələ sizdən mənasını da soruşdum. O yoxsa əvvəlki mətn idi? Bu deyildi bəlkə. Əvvəlki idi Əvvəlki məncə. mətn idi. Okay. Keçdik bura. Baxın burada database deyir gördüyünüz kimi. Database isə mən 15-ə yaxınlaşdım. Amma biz nə demişdik? Demişdik bir dənəsi yetərli deyil də, düzdür? Minimum 2 dənə götürməyimiz lazımdır. Sources, exam hansı sourcelar? Tax Sio. listdən, village'dən Baxın, filan Portugal, bla var. bla 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 bla. Bunların Aha, hamısı source. source start. Sio. Bu hansı oldu? Burada position da var müəllimə. Burada position Position, da var. MB var, Personal. MB yoxdur əslində. Amma yenə də baxaq. Personal positions sualda nə deyir bizə? Deyir ki, examples of the List of items. position bu da uyur. Aha, bu niyə deyil? Sənə izah edeyim. Çünki bizə listini verməlidir. Məsələn deməlidir. Daraq, nə bilim nə, gördün? A list of. Amma burada şey verilmir baxaq. Listi verilməyib bizə hələ. Ona görə bu deyil cavabımız. Başa düşdün niyəsə? Personal olan bir şeylərdə tax list personal. Okay, personal possession verib. Bu uyğunlaşdı, tamam. Amma burada nə deyir? Deyir ki, examples of the items. Əşyalara Tamam. nümunələr verilməlidir bizə. Ki, məsələn, hansı əşyalar var? Okay, amma bizə verilmir baxı. Ona görə onu götürə Okay. bilmərik. Okay. Okay, bunu oxumuşduq. Bu heç birinə uyğun gəlmirdi. Keçdim. C-yə baxaq. Görək nə ola bilər. Goods. Objects like pens and Bu ola bilər 18-ə. bu 18-ə uyğun gələcək ilə. Niyə? Çünki object nə üçün oynamıydı? Personal possession'da və list deyir. Bizə də pencil, slates görsünüz. Bir list verdi şey. Hətta Aşağıda da yazıb. Listdə də yazıb. buralar Tax Harda? list yazıb aşağıda. harda. Elə işarələdiyiniz aşağı. Objectin altında. Obyektin altı. Altında. Okay. Links. Bunu deyirsə. Yo, objects like pens var ya. Onun İşarələdiyiniz altı. Hə, bunun Highlight altında. Okay. tax Hə. Tax list. Ya, listlər haqqında danışır. Hansı da cavab? Hansı 18? C. Təzən rekord eləyirəm də, yəqin ki, yes eləyirəm. Sonrasında dini istifadə eləmişikmi, eləməmişik. Bizim əlimizdə nə qalıb? Kiminsə etiraz eləməsi qalıb. Daha sonrasında bunu işlətmişik. İki şey qalıb əlimizdə deyəsən. Bir income pulla bağlı bir şey, bir də etiraz. Etiraz eləmək bayaq burada şey oxuduq, amma yadımda birini oxuduq. Hansısa söz var idi. Mən dedim məncə bunun mənası belədir, belə bir şey demişəm. Just 1 minute. Ama burada da annual wage maaş deyir. Okay, I'm not sure. Ama bir məsələ var ya, burada nə deyir? One individual's refusal. Yəni, sırf bir adam olmalıdır və o adama etiraz eləməlidir. Adam adı var mı burada? Ana var. Bu kimdir? Hə, bu adam neyinirdi? Bayaq oxuduq bunu. Kitab oxuyurdu sermona qulaq asmaqdansa. Yəni, əks çıxırdı da oradakı şeylərə, düzdür? To be an order. Aha, söyləyim. Qaldı bir dənə research, maaşa fokuslanan. Bunu heç işlətməmişik ya. Yoxsa işlətmişik? budur. İşlətməmişik ya məncə. Bu ehtimalım budur. Aha, pulla bağlı bir şey tapaq. Wealth puldur da. Wealth da puldur. Economic performance, education, wealth, Constant, burada deyir ki consistent income, burada da wealth consistent, deyil. really? Hardaydı consistent söhbət? Consistent, Fairly nokta. consistent. Burada da wealth Burada da constant deyir. constant Yəni, iki deyir. dənə söz var, biri Bəli, olmalı. düzdür. Bir də research də mi var mı? O da bizə Bu çox ask qəşəng big olar. questions deyir.
big questionlar soruşur filan. Written Project for da instance var. literacy. Project yes, research ola Hə, bilər. project Hı. ola bilər. Cevap. Cevap. Bitti mi bu? Aynen. Geçti üçüncü passajımıza. Ha, burada Qarayev Mən bu bomba. performansla imtahanda readingi yazsam yaxşı gələr. Neylə yazsan? Bu performansla. Yəni belə yazsan hə, yaxşı gəlir. Yenə 3 tip sualımız var. Amma bununla başlamağa niyə əmin deyiləm sizcə? Çünki şey yoxdur. Keywords yoxdur. Keywords Bir yoxdur. dənə Qarayevin adı var, başqa heç kəs yox. Qarayev də hər yerdədir də. Hə. Bununla başlayaq istəyirsiniz. Pardon. 34-ə baxırıq. Nə deyir? Deyir ki, Qarayev has been committed. Başa düşdüsə, çox sadə cümlədir. Udub deyir yəni, kullanmaqda. Məncə bu not given-dir. Gets his kicks from the adventure sports of face shop. Burada yazır əslində he won 29 and lost none. Amma Uduzmuyum. bu şey orada base'deki oyunlar değil ki genel 29 oyun. Yok. Hə, məncə not given-dir. Not given Not olacak given çünkü sırf base'de udu hakkında bir şey verilmeyip. Fondness nə deməkdir? Ne He has a demekti? He has a fondness. Harada da he has a phone. Tamam, Base'in bilmirəm, onu yuxarı- keçək. Fulbright clause. Nəsə şanslı falan olacaq yəqin ki. Parlaq paltarlarına görə məşhur idi falan, tanınırdı. Belə bir şey olacaq yəqin ki. Okay, okay. Və unusual hairstyle-na görə tanınır. Hə, okay. Okay, keçdik buna. Taxtakını First to me. daha yaxşı. Bu əvvəlkinə keyword-u var. gələk. Blindfolded. Burada nə deyir? All the participants will be blindfolded. olmalı. İndi mənə False. deyin cavab. Niyə false? Çünki deyir ki, digərləri nə edəcək? As normal. Normaldır, amma Qarayev nə edib? Blindfolded, gözləri bağlı. False. UCLA University altdadır. B paragrafında. Burada fikir verməli olduğumuz First University. First University değil mi? Buna baxmalıyıq. Blindfold chess player eləyəm. Baxaq. First results-a görə tələbələr adətən yazır. Yox. O deyir ki, yəni onlar indi ilk nəticələri Not given-dir varsa, məncə. bəli, ilk universitetdirmi, başqa universitetlərdəmi? First söhbətinə həmişə fikir verin. Like to be- Nə deyir? Yaxşı chess playerləri gözü bağlı da oynaya bilirlər də. Then has the ability to play a game. Chess Grandmaster Hardadır? deyil. Hardadır? Eyes closed. Elə Aşağıda ki, son yoxarda. altında. Yox. Altında. B5 son altında. Yes. Look, your eyes is not far reach. Is not a far reach. Yəni çatmağı uzaq olan, çatmağı çətin olan bir şey deyil. Accomplishment player nəyin sinonimidir? Good chess player chess sinonimidir. Is not far, yəni uzaq deyil. Yəni are likely that to be able to do this. Ədə gözün bağlı oynamaqdakı blindfold deməkdir. Cavab. True. Okay. İndi burada paragrafları müəyyən etməyimiz lazımdır. Okay. Gəl bunu axtarmağa çalış. Keyword tapmağa çalışaq. Məsələn, beyin. Researcherlər. Performansı normalmış. Yəni, beyin. Nəsə adamın beynini analiz ediblər. İşləmədiyimiz paragraflara baxaq. Beyin görsəz mənə deyin. Memory. Heç biz yuxarıda var idi. Aha, orada var. Hardadır? Sağda biraz. Brain. Okay. The researchers. Researcherləri tapaq. Məncə bu deyil. Sırf onun beynindən tapmalıyıq nəsə. F'də də brain sözü var idi. Hardadır? Chess players brain were. But next came the brain. Deqariyas brain. Baxın, sırf onun beynindən danışırdıq da, düzdürmü? Okay. Və bizə lazımdır başqa researcherlər. Average. Bunu harası gördük? Ortalama. Normal sözü görmüşdük. Yadılsa, yoxsa mən səhv xatırlayıram. Hə, was normal. Yoxsa yox, Mənə bundan sonra. ilk cümlədə bir F qayda bilərsiniz. Bir dəqiqə, other brain parts. Hə, bu da budur da, düzdürmü? In the parts of the Bəlkə brain. visualdır, visual. Qarayev Yox, cavabların yerini tapdıq hələ ki. İndi keçə bura.
Scientist neyisini oynamadı? Researchers. Researcherları. Qarayevin nəyini, Stock nəyini test eləyiblər? memory. Memory. Memorisini. Recall nə deməkdir? Təzədən çağırmaq. Yox, Xatırlamaq. yəni değişmək. Xatırlamaq. Yəni, bilməm. Aha, Mən- mən Mən də onu xatırlamalı. demək istədim əslində, yəni ağılda təzədən çağırmaq. Okay. Nəyi xatırlayırmış? And also in reverse order. Extreme Numbers, mode. pictures. Bir dakika. Şey düşünürəm. Numbers olsa. Pictures da var. Verse. Bence hamısı da. Yani hansını yazsaz düzdür. For example, in order and... Üçü birində olur ki, elə. Bence olmur. Ama bir şey var da. Məsələn, testdə Deme, görmüşdüm. bir dakika. Olmur. Bir mesele var burada. Deyir ki, düzüne ve tersine. Bak bunu da tapaq. Bakın. Forward. Backwards. Neymiş? Sırf Numbers. numbers'ymiş. Bildi səbəb nə? Unusual amount of performance normaldır. Scams'i gördüyə bayaq hardasa. Scams. Görürsünüz burada. Unusual amount of Amount'u maç yerinə qoyublar bəlkə. Yox, amma amount of what? Within the areas of the brain. Beyninin içində neyinsə çox olduğunu görüblər. Burada tentative. Bu hissədə yəqin ki, it's much great. Peki, so the results are tentative. Hə, baxın, greater than, yəni daha yuxarıda, yəni unusual amount of. Cavab nədir? Cavab nədir? Odur. Communication da. Communication, mən onun altındakı fikirləşirdim. No, o deyil. Communication. So, baxın, within the areas of brain. Within the areas of brain'in yerinə nə yazıblar? The between parts of brain. Bu beynin yerinin adıdır. Biz nəyin miqdarı? Baxın da, greater, yəni çox olan şey nədir? Communication'da, communication olmalı. Başa düşdünüz mü? Və input. Input'u da burada tapmışdı. Other brains'i burada tapmışdı. Ama burada da ola bilər cavab. Yenə də baxaq. Deyir ki, I know scans raise the possibility in the brain that deal with, nə bilim nə. Possibility unusual strengths. Qeyri-adi güc. Scan. May have stronger links to other brains. Ən altdakında. Stronger links. Scans also suggest that. Hə, şey asandır. Input'un yerinə nəyi qoyublar? Tapın. Suggesti qoyublar. Network qoyublar. Cavab visualdır. Inputla network'u nətər parafraz edirlər ki, input bir şey Şəbəkəsi də. Yox. Şəbəkəsi input. Görmə şəbəkəsinin gördüyü şeylər. Yəni Okay. visual input. Visual input. Belə deyəndə başa Yes. düşülür. Həm də burada visual images də var. Input gördüyümüz şeylər, şəkillər. Okay. So, buradan da götürə bilərik. Başa düşdük bunu da. Keçdik buna. Reference to earlier examples. Aha, baxın, nə deyir burada? Earlier examples. Deməli, biz tapmalıyıq. Qarayevlər əvvəl gözü bağlı oynayanlar, yaxşı? Bir şey verməlidir ki, bu chess'in içində nələr daxildir? Görmədən oynanan chess'in içində nələr daxildir? Qarayevin bacarıqları təkcə nəyə deyir? Limitlidir. Chess-ə, yəni başqa şey bacarmır adam. Nəyə görə scientistlərə maraqlıdır Qarayevin skilli? Qarayevin prioritiləri, yəni öncəlikləri, oyunun son hissəsi necə ola bilər deyir? Difficult. Emails and a letter modern was. İşləmədiyimiz paragraflardan başlayalım. 6 yaşına ev, 2 turna mehrinə gəlir. Həyatından danışır. Ən Ya orada yaxşı deməncə player danışa bil, var. başqa oynayanmır. Səsdən başqa heç nə oynayanmır. Harda deyir 29. ki, oynaya bilmir? Demir axı Yəni bu orada. ancaq orada ondan danışır. Yo, Başqa bir demir şey ki, deyil. oynaya bilmir. Bəlkə oynaya bilir. Okay. Məncə heç bilmirəm. Şaşı vardı və onu qazanmışdı. Okay. Bu hissəyə baxın. Və bu hissəyə baxın.
Sizcə hansıdır? 27 ola bilər. Bəli, Earlier early olan. examples. Görürsünüz, examples deyirsə minimum ikisini verməlidir. Bizə də ikisini verdi. Bunu başa düşdük mü? Okay, davam edək. Burada İynə. normalda şeylər olur, belə seçməli. Burada indi özümüz yazırıq. Burada diğer özümüz şəkildə. yazırıq. Yes. Keçək bura. Çox asan. Deyim mənə. Limited to chess. 29. Hansıdır? 29 ola bilər. Qays axı dedim sizə, Qarayevin şəxsən limited olması o deməkdir ki, adam başqa işləri bacarmır. Burada onu demir. Burada deyir ki, genel Burada olaraq oyunun sonu Çətinliyindən yorucudur. danış. 32. 32, last part nə deməkdir? End Son deməkdir. part və yorucudur, çətindir. Difficulty, I know. taxing, yeah? Okay. Yes. Daha sonrasında scientistlər haqqında bir şey yox idi. Adamın priorityləri verilmiş miydi bizə? NB deyil axı, iki dəfə işlədənmir. Var. Hə, MBD. NB deyil. Üzülürsən. Tapmadım nəsə. Not on the master position. Okay, davam edək. Tapsaq sonra başqa yerə götürərik. Məncə yoxdur. H-ə baxaq. H heç işlətməmişik. Bir dənə paragrafda scientist var idi elə. Ona gedək, gəl buna baxaq birinci H-ə baxaq. Dedicate myself deyir. Yəni ancaq deyir mən bunu da eləyə bilərəm. I can fully dedicate Demək myself. Limit eləyib özünü məncə. Məncə yox amma. Deyir ki, mən özüm, deyir ki, I found that once again I can fully dedicate myself. The most important part is chess bana. Deyir ki, mən ona görə blindfold chess seçmişəm ki, I have found, mən bir şey tapmışam ki, özümü həsr edə bilərəm də həyatım boyunca. Özümü həsr etmək Priority'sidir. mənim prioritimdir də, Priority, düzdürmü? hə. Yes. Ona görə bu olacaq H. O 28-in mənası nə deməkdir? Outline of what blindfold Bu chess. oyuna nələr daxildir? Yəni blindfold Ha, okey. çizə nələr Aha, daxildir? Doğrudan bəlkə paragrafda ondan danışır deyə nələr daxil Hə. olduğu ilə bağlı. Rule olan bir şey var. Rule. Deyir ki, işte onlar xatır beyinlərində memorize Ha, edirlər, nə bilim nəyinə. Oyunun gedişi bizə başa salır Bu da. olar. Hə. Yəni bunu 28 ola qoya bilər. bilərik. Keçək A paragrafına baxaq. A-nı oxumuşduq da, hə? Base jumping plan, okay. Yəni Ben- F-ə baxa bildik. F-ə əlbəttə baxa bilərəm. F scientist var, düzdür? Yes. Bəs deyir Hə. nəyə görə onun scientistlərin maraqlıdır? Hə, çünki beynində tərs edə bilirdi, düz edə bilirdi falan filan da, düzdür? Hansı olacaq onun da? Əsas. 30 olacaq. Ha, yes. Bir də baxım is of interest scientist. Niyə skill edir scientistlərə maraq? Ya, amma bir məsələ var ya, burada scientistlər onu test ediblər. Burada ona maraqlı olduğunu verir. He was not exceptional Yes, falan yes, deyir. yes. O deyir Heç əksinə gözlənilməz. exceptional deyildi. Yəni ona görə çəkməyib marağını. Extraordinary biridir deyir yəni. Adam extraordinary değilmiş. Adam sadəcə chess-də giftliymiş. Yəni Limited də ola bilər. bəli budur. Adam limitliymiş chess-ə. Deyir ki, sadəcə chess-də uğurludur. Ha. Beyni işləməmişik. Aktiv tutur. Yönəlir. Deyir, the thing that is so remarkable about Timur. Timur haqqında deyir ki, remarkable olan şey odur ki. Bu nə deməkdir? Bu o deməkdir ki, hələ niyə marağını çəkib də? Maraqlı olan şey nədir ki, çox az adam deyir ki. Bir dəqiqə, and a few other is the number of games they can keep active at once. Yəni bir dəfəyə aktiv edə biləcəyi oyunlar sayılır ki, astonishingdir də, yəni bizim üçün. Yes. Okay, so Scientistdə researcherlar əvəz eləyib bunda burada. bitirdi ya məncə bunu. Okay. Yes, Bunu da burada bitirdi. scientistləri researcherlar eləyib, hə? Və eynən sinonimdirlər. Ha, okey. Bitdi də Okay. burada. Hamısını bitirdi. Eynən. 1, Yes. 2, 3.
Check. Yes, all are right. So, gələn dəfə üçün... Bətrimlə bitirmək olsun. Bugün bətrimi götürməmişdim. Komputerim idarə elədi mənim. So, gələn dəfə üçün